yüksək oktanlı benzin. Yəqin bu sözü nə vaxtsa eşitmisiniz. Amma əminəm ki, mahiyyəti haqqında məlumatınız qulaqdan duymadı. Gəlin bu sözün etimologiyası və hansı mənaya gəldiyi, dövrümüzdə nə üçün istifadə edildiyi haqqında danışaq. Oktan, okto, 8, Latın mənşəli sözdür. Kimyada oktan 8 atomdan ibarət olan karbonların ümumi adıdır. Yəni sözün kökü birbaşa elə molekulun quruluşunu ifadə edir. Okto 8, yəni 8 karbon, an, alkan sinfinə aid olduğunu bildirən sonluq. Beləcə, oktan, yəni 8 karbonlu alkan. Yaxşı, bəs alkan nədir? Oktanın tərkibini formalaşdıran alkanlar üzvi kimyanın ən təməl və əsas kateqoriyalarından biridir. Alkanlar yalnız karbon və hidrogen atomlarından ibarətdir və onlar karbon atomları arasında yalnız tək bir rabitə olan doyğun karbohidrogenlərdir. Qayıdaq əsas mövzumuza. Bəs benzinlə oktan arasındakı əlaqə nədir? Qulaqdan duyma məlumatlar bizdə belə bir təsəvvür formalaşdırıb ki, benzin nə qədər yüksək oktanlıdırsa, maşın üçün bir o qədər yaxşıdır. Əslində bu qismən doğru məlumatdır, amma tam doğru deyil. Belə ki, oktan ilə mühərrik detonasiyası arasında müəyyən əlaqə var. Oktan nə qədər yüksək olarsa, mühərrikin detonasiyası daha aşağı olur. Amma bu, adi avtomobillər üçün yox, daha çox idman avtomobilləri üçün keçərlidir. Gündəlik sürüşlər üçün 95 oktanlı benzin kifayət qədər uyğundur. 98 oktanlı benzinlə 95 oktanlı benzin arasında fərq çox cüzidir. 98 oktanlı benzin bu növ yanacağa optimizasiya olunmuş mühərriklər üçün daha əlverişlidir. Çünki avtomobil sürüşə daha yaxşı adaptasiya olur. Vəssalam.